Spirtli içki qəbulu və cinsi infeksiyalar nə əlaqə? Onun haqqında danışaq. Bəylər bildiyimiz kimi müəyyən qədər içirlər, əylənirlər və əyləncəni də müəyyən şəkildə davam etdirmək istəyirlər. Bu arada da nə baş verir? Münasibət əsnasında artıq beyin keyiyib, qoruyucudan istifadə etmək istəmirlər, maksimal dərəcədə həzzlərini çıxartmaq istəyirlər. Burada da nə olur? Artıq içkili olduğu üçün cinsi münasibət sıxlığı artıq 2 dəqiqələrdirsə, artıq bunlar 10 dəqiqələr çıxır. Yəni cinsi aktın sürəsi uzanır və sürə uzayınca da istər-istənməz vaginada olan müddət də uzanır və o qədər çox mikrobların bəylərə bulaşması da asanlaşır. Nə etmək lazımdır? İçkimizi müəyyən qədər limitdə tutmaq lazımdır. Mütləq dərəcədə qoruyuculardan istifadə edilməlidir və kontrol əldən buraxılmamalıdır. Təəssüf olsun ki, gördüyüm qədərilə daha çox bəyləri infeksiyaya bulaşma vaxtları içkili olub münasibətə girdikləri vaxtdır. Artıq bu ümumdünya araşdırmalarında da artıq bu öz əksini tapmışdır. Bəylər, sözlərim sizədir. Nə qədər də içkili olsanız da kontrolu əldən verməyin ki, özünüzü və sevdiklərinizi bu infeksiyalardan qoruya biləsiniz.